Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir. Ən çox sizdən gələn suallardan biri də müsahibəyə icmalları aparmaq olarmı? Bəli, aparmaq olar. Yəni biz illərdir müsahibə mərhələsində müəllim və ya müdavim hazırlaşdırırıq və onlara da hər zaman müsahibə mərhələsində icmalları aparmağı tapşırırıq. Belə ki, icmallar 5 əsas icmaldan ibarət olur və bu icmalları siz yazılı formada özünüzlə aparırsınız. Sadəcə həmin icmalları mütləq şəkildə əzbər bilməlisiniz. Yəni vaxtaşırı olaraq deyək ki, siz həmin icmallara baxaraq müsahibə komissiyasına cavab verməli deyilsiniz. Yaxşı olar ki, müsahibəyə hazırlaşarkən həmin icmalları əzbər formada biləsiniz ki, müsahibə komissiyası həmin icmallarla bağlı hər hansı bir sual verdikdə adekvat formada cavab verə biləsiniz. Bəs yaxşı, biz icmalları hansı dizaynda, hansı vərəqlərdə yazaq? Bunu isə ekranda göstərdiyim formalarda yaza bilərsiniz. Bunun üçün isə siz ekranda göstərdiyim formalarda yaza bilərsiniz.